Mən Səfərova Əfruzə, səhhətimdə olan narahatçılıqlar, özümə qapanma, qəbizlik, kəskin baş ağrısı, bir çox narahatçılıqlarımla əsasən həkimlərə müraciət elədim. Həkimlərin müayinələrində oldum, mənə müalicə yazdılar, müalicəmi etdim, müalicəmin heç bir xeyrini görmədim. Daha da ağırlaşdım, daha da özümə qapandım. Ailəliyəm, bir övladım var. Evladıma qarşı çox kobud davrandım, narahatçılıqlarım çox oldu və bunu ailəmə də yansıdırdım. Özümə o qədər əsəb keçirirdim ki, mən niyə beləyəm və buna görə biz ailə həkimimiz Nilüfər doktora müraciət etdim. Nilüfər doktor mənim bütün şikayətlərimi mənə dinləyərək qulaq asdı. Bütün narahatçılıqlarımı Nilüfər doktora dedim. Nilüfər doktor mənə diaqnoz qoydu. Bütün dediyim səbəblərə görə mənə diaqnoz qoydu. Bu diaqnozumun da hipofiz şişinin olduğunu aşkarladı. Məni bir neçə müayinələrə göndərdi. Həmin müayinələrin nəticəsində mən bu qədər olan xəstəliyimin sən demə bir xəstəliklə bağlı imiş. Bu da hipofiz şişi ilə imiş. Mən müalicəmi aldım. İndi çox yaxşıyam. Çox yəni əvvəlki həyatıma dönmüşəm. Rahatam. Çox özümü yaxşı hiss edirəm. Çəkim azalır. Qidama fikir verirdim, amma çəkim düşmürdü, daha da qalxırdı. Bu az müddətdə çəkilərim çox qalxdı. Amma mən müalicəyə başlayandan mənim hardasa 8-9 kilo çəki vermişəm. Yəni heç bir diyeta saxlamadan, tək dərmanlarımı qəbul edərək mən əvvəlki həyatıma qayıtmışam. Çox yaxşıyam. Mən göydə Allah, yerdə Nilüfər doktora çox təşəkkür edirəm. Mənə verdiyi diaqnoz mənim üçün həyatımı dəyişdi. Mən çox pis vəziyyətdə idim. Həqiqətən çox narahatçılıqlarım vardı. Çox sağ olsun Nilüfər doktor. Ona çoxlu təşəkkür edirəm. Allah onu var eləsin. Xəstəm Səfərova Əfruzə səhhətində olan problemlərlə bağlı mənə müraciət etdi. Mənə qədər şikayətlərinə uyğun olaraq tarix ixtisas həkimlərində olmuş, müalicələr başlanılmış, ancaq səhhətində yaxşılaşma hiss etməmişdi. Səhhətinin getdikcə pisləşməsinə əsasən xəstəni dinlədim, geniş anamnez topladım və bütün bu şikayətlərinin hamısının hipofizin adenoması xəstəliyinin əlaməti olduğunu bildirdim və buna əsasən müayinələrə başladıq. Müayinələrə əsasən hipofizin adenoması diaqnozu təsdiqləndi. Müayinəsi və müalicəsi başlandı. Düzgün qoyulmuş diaqnoz əsasında təyin edilmiş müalicə öz effektini verdi. Xəstə hal-hazırda rutin müayinə üçün gəlmişdir. Xəstənin sağlam həyat tərzinə qayıtmağı məni çox sevindirdi. Çalışın vaxtında ailə həkiminə müraciət edin ki, sizin gizli olan xəstəlikləriniz tez aşkar olunsun, müalicəsi vaxtında başlansın.